Əgər ölməkdən qorxursansa, sən hələ də yaşamamısan. Sən hələ də özünü tanımırsan, hələ də bilmirsən həyatdan nə istəyirsən. Ya da ki, bilirsən, təxmin edirsən, amma daha gözəl vaxt gözləyirsən bunun üçün. Eşitmisiniz termin "təxirə salınmış həyat". Yəni biz düşünürük, nə vaxtsa, hardasa mən necəsə olacağam və həmin zaman hər şey olacaq. Həmin zaman belə edəcəm, belə görsənəcəm, belə tanış olacağam, belə danışacağam, belə qazanacağam. Amma indi yox. İndi mənə lazımdır hansısa xüsusi görünüş, ya da ki, xüsusi şərait, ya da ki, daha doğru vaxt, ya da ki, hansısa motivasiya, dəstək, ya nəsə. Həyat bu an, burada və indi keçir. Biz istəsək də, istəməsək də biz onu pauzaya basa bilmərik. Bəlkə də ağlımızda pauzaya basırıq, amma əslində həyat davam edir. Buna görə də ölməkdən qorxuruq. Buna görə də qorxuruq ki, hər şey bitəcək. Ümumiyyətlə, ölməkdən qorxurlar qorxaq insanlar. Bilirsiniz kimdirlər qorxaqlar? Allaha inanmayanlar. Allaha güvənməyənlər. Allaha sığınmayanlar. Axınla yaşamayanlar. Çalışanlar kontrol altında saxlamaq və düşünürlər ki, nəsə bizdən asılıdır. Bizdən əlbəttə ki, həyatımız asılıdır. Amma biz onu sıxa bilmərik, biz onu dayandıra bilmərik. Biz kimləri isə saxlaya bilmərik. Hər şey necə var, o elə də gedir. Nə vaxt biz Yaradana sığınırıq, nə vaxt biz qəbul edirik ki, bu dünyada hər birimiz qonağıq. Hər birimiz gəlmişik bu həyata müəyyən bir təcrübə yaşamaq üçün və buradan çıxıb getmək üçün. Heç kim bu günə qədər burada qalmayıb. Hamı gəlib öz missiyasını həyata yetirib və çıxıb gedib. Kimlərin isə missiyası böyükdür. Kimləri isə missiyası görünməzdir. Amma bu o demək deyil ki, o yoxdur. Kimsə bu həyata gəlir tarix yazmaq üçün. Kimsə bu həyata gəlir həyat xilas etmək üçün. Kimsə bu həyata gəlir uşaq böyütmək üçün. Kimsə isə sadəcə həyata gəlir, yaşayır, nəsə özü üçün sınayır və çıxıb gedir. Yoxdur böyük missiya ya da ki, kiçik missiya. Nə dərəcədə bu həyatda biz o fərqində olacağıq, nə dərəcədə böyük bir insan olacağıq, bu yenə də təkcə bizdən və bizim inamımızdan asılıdır. Nə vaxt biz özümüzə inanırıq, gəldi ideya, gəldi bir fikir və biz bilirik, güvənirik ki, bu ideya təkcə mənim deyil, bu mənə verilən vergidir. Yaradan istədi deyə, mən də bu dəqiqə bunu istəyirəm və bunu həyata yetirmək üçün yollar başlayıram axtarmağa. Amma nə vaxt biz beynimizdə çərçivələr qururuq, hansısa inancılar yaradırıq, başlayırıq kimlərlə məsləhətləşməyə və ona buna dinləməyə. Kim bizdən yaxşı məsləhət verə bilər bizim həyatımızla bağlı. Yalnız bəlkə də o insanlar, kimlər öz həyatını da dolu yaşayıb, nəyəsə nail olub. Hansısa bu mövzuda bəlkə təhsili var və böyük bir təcrübəsi var. Bəli, o insanlar bəlkə də məsləhət verə bilər, amma yenə də nəticə bizimdir. Yenə də seçim bizimdir. Və nə qədər biz yanılsaq, o qədər də çox biz anlayacağıq nə bizim üçün doğrudur. Yanlış olmadan doğrular olmaz. Heç kim bir dəfəyə hardasa qalib olmadı. Heç kim bir dəfəyə Oscar almadı.
Heç kim bir dəfəyə hansısa böyük bir insan olmadı. Heç kim doğulmadı ki, o, mən böyük bir insanım. Bəli, nəsildən nəsilə keçir, amma o tək tük insanlara. Əgər biz baxsaq, kimsə nəyəsə nail olub, biz görəcəyik ki, bu insanlar nəsə sınayırdılar, nəsə onlarda alınırdı. Bir çox şeylər onlarda alınmırdı. Amma nə vaxtsa o bir dənəsini tutuzdura biliblər. Niyə görə? Çünki özlərinə inanıblar. Özünə inanan insan Allaha inanan insandır. Ətrafa inananlar, onlar sadəcə elə bilirsiniz, ağacda yarpaq kimi. Külək ora əsdi, bu yarpaq ora getdi, bu külək bura əsdi, yarpaq bura getdi və belə küləyin üstündə olan yarpaq kimi öz yerini tapa bilmir. Çünki biz istəsək də, istəməsək də biz bütün insanları qane edə bilmərik. Amma bir insanı özümüzü istəsək, inansaq, güvənsək, qane edə bilərik. Bu yaxınlarda elə bir fikir ağlıma gəldi ki, elə yaşayaq, elə yaşamalıyam ki, mənim 80 yaşım olanda, belə bir nənə olanda, ya da ki, əgər bəlkə o vaxta qədər yaşamaram və ölümlə baş-başa qalsam, mən sevinim, mən fəxr edirəm özümlə və fəxr edim bu o demək deyil ki, mən kitab yazmışam, onunla fəxr edəcəm. Xeyr, mən fəxr edəcəm ki, özümə icazə vermişəm o kitabı yazmağa. Mən fəxr edəcəm ki, özümə icazə vermişəm bu videoları yazmağa və insanlara nəsə ötürməyə. Özümə icazə vermişəm hansısa ölkələri gedib gəzməyə, orada insanlarla tanış olmağa, o insanlarla xoş vaxt keçirməyə. Özümə icazə vermişəm fərqli təcrübələri yaşamağa. Bununla mən fəxr hiss edəcəm. Ona görə ki, bu qədər pul qazanmışam, ya da ki, nə qədərsə nəsə almışam. Bəli, xoşdur əlbəttə ki, amma bunu heç kim özü ilə heç yerə aparmır. Və hətta onları qazanmaq üçün biz yenə də addım atmalıyıq. Biz yenə də özümüzə inanıb hansısa hərəkətlər etməliyik. Bəli, var belə bir tip insanlar kimin, burada mən deyə bilərəm, bəxti gətirdi və onlar elə ailələrdə doğulublar, harda onları dəstəkləyirlər, harda onlar hamı birlikdə eyni istiqamətdə baxırlar və eyni məqsədə doğru gedirlər ki, hər kəs xoşbəxt olsun, öz istədiyinə nail olsun, hər şey yaxşı olsun. Amma əksəriyyətimiz elə bir ailələrdə doğulmuşuq, harda valideynlər özləri bir çox şeyə nail olmayıblar, özlərinə çox qadağalar qoyublar, mentalitet düşüncəsi ilə yaşayıblar, onu bunu qınayıblar, bizə əngəl ediblər və sadəcə bizi dünyaya gətiriblər və öz həyatını heç nəyə sərf ediblər. Və biz onlara baxırıq, əlbəttə ki, istəmərik belə olmaq. Və bu da müəyyən qorxular yaradır ki, birdən mən də belə olaram. Birdən mən də ölərəm yaşamadan. Və inanın ki, o qədər insan ölür yaşanmadan. Bu dünyanı tərk edir yaşamadan. Çünki özünə icazə vermirdi. Çünki özünə inanmırdı. Çünki özünə güvənmirdi. Uzun sözün qısası. Kim yaşamır, kim həyatın dadını çıxarmır, onlar qorxur ölməkdən. Kim Allaha inanmır, kim Allaha sığınmır, onlar qorxur ölməkdən. Çünki bilirlər ki, ora düşəndə Allah onlardan soruşacaq. Nə eləmirsən, nə eləmirsən? Sənin üçün bu dünyanı yaratmışam. Sənin üçün bu qədər fürsətlər göndərmişəm. Sənin üçün bu qədər insan göndərmişəm. Necə bunlardan istifadə etmirsən? Və sən nə deyəcəksən? Mən qorxurdum. Mən qorxurdum. Mən qorxurdum ki, birdən nəsə alınmaz. Mən qorxurdum ki, o insanların qabağında biabır olacaq. Mən qorxurdum ki, məndə nəsə alınmayacaq və mənə güləcəklər. Doğrudan sən özünü buna layiq görürsən. Yox.
Biz bu dünyaya gelmemişik ki kimisə sevindirək ya da ki güldürək ya da ki kiminsə qabağında özümüzü göstərək. Yeganə insan kimə biz özümüzü göstərməliyik? Bu biz özümüzük. Yeganə insan kiminlə biz müqayisə olunmalıyıq? Bu dünənki biz özümüzük. Və əgər sən geriyə baxanda görmürsən ki, sən daha yaxşısan, daha maraqlısan, daha gözəlsən, daha ağıllısan, daha, o zaman sənə çox böyük sorunların var. Bu dəqiqə düşün və bax, mən nə edə bilərəm öz həyatımla ki, yeni nəticələr alım. Özümə baxanda güzgüyə ən azından özümü bəyənim. Öz bədənimi bəyənim, öz bədənimə güvənim. Bədənim sağlam olsun. İmmunitetim güclü olsun. Ən azı, bəlkə hansısa vitaminlər içməliyəm, bəlkə hansısa idmana getməliyəm, bəlkə hansısa qulluq etməliyəm özümə. Hansı ideyaların var, hansılar sadəcə beynində yatır və daha gözəl vaxt gözləyir. Daha gözəl vaxt olmayacaq. Ən doğru vaxt indi, burada və indi. Götür qələm, götür dəftər və orada başla yazmağa bütün ideyalarını. Nə etmək istəyirdin? Nə etməyi düşünürsən? Necə bunları edə bilərsən? Araşdır. ChatGPT indi hər kəsin əlin altındadır. Həqiqətən mənim çox gülməyim gəlir insanlar deyəndə ki, o falan şey ChatGPT düzəldib. ChatGPT heç nə düzəltmir. Biz düzəldirik, yaradırıq ChatGPT vasitəsilə. Və yalnız biz qərar veririk, necə onu istifadə edə bilərik. Eyni şey Instagram. Kimsə Instagram istifadə edir, sadəcə oturub baxmaq bütün günü. Kimsə isə orada pul qazanır. Instagram hər kəs üçün eynidir. Biz onu fərqli istifadə edirik. Həyat hər kəs üçün eyni dünyadır, eyni yer kürəsi. Biz fərqli istifadə edirik. Necə özümüzə layiq görürük elə. Bugün, indi, burada düşün, nəyi sən özünə layiq görürsən? Nəyi? Nəyi sən istəyirdin etmək, amma etmirdin və niyə görə? Və sən görəcəksən ki, bir çox səbəblər yalnız və yalnız sənin ağlındadır. Yalnız və yalnız sənin nağıllarındır, hansıları sən bütün günü özünə danışırsan ki, belə abrakadabra yaradasan və özünə haqq qazanasan ki, elə buna görə etmirəm. Bu qədər. Alınmırsa, tutun özünüzə coach. Götürün YouTube videolara baxın, kitablar oxuyun. Mən sizin üçün yaratmışam möcüzəli addım. Nə üçün? Ki, burada baxasınız və hər bir sahə üzrə nəsə işləyəsiniz, nəsə yazasınız və gözünüzün qabağında olsun. Göz qabağında olmayana qədər hər şey boşdur. Hər şey sadəcə düşüncələrdir, ideyalardır və yalnız beyninizdə saqqız kimi çeynəlir. Amma nəticədə heç bir şey yoxdur. Nəticədə yalnız bilirsiniz nə var? Heç bir şey. Heç bir şey, o da nəticədir. Təəssüf olan nəticədir. Və nə vaxt sən görəcəksən ki, burada bu marağı həyata keçirdin, orada bunu, nəsə elədin, özündən daha böyük hiss etdin, nəsə bu dünyaya gətirdin, bu dünyayla, insanlarla nə eləsə paylaşdın və bu o demək deyil ki, kütlə ilə. Bəlkə də bir insanla, bəlkə də 3 insanla. Amma bu da böyük bir nailiyyətdir. Çünki biz hər birimiz bir-birimizə dəstək olsaq artıq yarım olduq. Da? Amma bir insan misal üçün 15 nəfərə dəstək olsa, artıq nə qədər insan həyatında dəyişikliklər baş verir. Və yalnız bu zaman biz özümüzü hiss edirik bu həyata layiqli, özümüzü hiss edirik tam, güvəndə, hiss edirik ki, biz həmin o sevimli Allah bəndələriyik. Allah bizi bunun üçün bu dünyaya gətirib. Bir-birinizə kömək olun. Təcrübələr yaşayın, yanınızda olun, sevin, sevişin, yaradın, udun,
o da uzun. Həyat budur. Burada indi bütün bu xoşluqlarla və çətinliklərlə, pis günlərlə və xoşbəxt günlərlə. Bunlar hamısı həyatdır. Və biz ya tam yaşaya bilərik, ya da ki natamam. Və natamam biz yaşamırıq. Biz sadəcə havanı udub buraxırıq və bu qədər. Eyni zamanda da əlbəttə ki, ölməkdən qorxuruq. Çünki yaşamamışıq. Çünki həyatı dadmamışıq. Belə.